Cəfər, namazdan sonraki fərəz duası oxunur, İmam Zamanın salamatlığı üçün oxunan dua. Onun tərcüməsini bilmirəm, izah eləyə bilərsən? Əlbəttə, gəl izah edeyim. Həqiqən, demək, İmam Zamanın fərəz duası ki var, salamatlıq duası. Allahumma kunli valiyyikəl. Bu duası. Bunun tərcüməsi belədir. Allahım, canişinin Hüccət ibn Həsənə, sənin salamın və salavatın ona və ata-babasına olsun. Öz məsləhətinlə bu saat və bütün saatlarda onu yer üzündə sakin eləyənə kimi uzun müddət hamı üçün xeyir-bərəkət qərar verənə qədər vəli, qoruyan, rəhbər, kömək eləyən, yol göstərən və gözətçi ol. Öz rəhmətinlə ey aləmlərin Rəbbi olan Allah. Həqiqən, bu hər namazdan sonra oxunan İmam Zaman əleyhissalamın salamatlıq duasıdır. Və bir də var İmam Zaman əleyhissalamın fərəz duası ki, onu da gələn səfərlərdə mən sənə öyrədərəm. Cəfər, namazdan sonraki fərəz duası oxunur, İmam Zamanın salamatlığı üçün oxunan dua. Onun tərcüməsini bilmirəm, izah eləyə bilərsən? Əlbəttə, gəl izah edeyim. Həqiqən, demək, İmam Zamanın fərəz duası ki var, salamatlıq duası. Allahumma kunli valiyyikəl. Bu duası. Bunun tərcüməsi belədir. Allahım, canişinin Hüccət ibn Həsənə, sənin salamın və salavatın ona və ata-babasına olsun. Öz məsləhətinlə bu saat və bütün saatlarda onu yer üzündə sakin eləyənə kimi uzun müddət hamı üçün xeyir-bərəkət qərar verənə qədər vəli, qoruyan, rəhbər, kömək eləyən, yol göstərən və gözətçi ol. Öz rəhmətinlə ey aləmlərin Rəbbi olan Allah. Həqiqən, bu hər namazdan sonra oxunan İmam Zaman əleyhissalamın salamatlıq duasıdır. Və bir də var İmam Zaman əleyhissalamın fərəz duası ki, onu da gələn səfərlərdə mən sənə öyrədərəm.